Qəzalara aid uyğunluğu müəyyən edin. Burada xəritədə göstərilən bir Lənkəran qəzasıdır, 2 Yelizavetpol qəzasıdır, 3 isə Naxçıvan qəzasıdır. Mirhəsən xanın başçılığı ilə müstəmləkəçi əleyhinə üsyanın baş verməsi bu Lənkəran bölgəsinə aiddir, amma biz bunu variantlarda götürməməliyik. Çünki bu üsyan 1831-ci ildə baş verib. 1831-ci ildə isə Azərbaycanda əyalətlər mövcud idi. Quberniya qəza bölgüsü 1840-cı ildən etibarən tətbiq olunduğu üçün A variantı sualın şərtində qəzalar dediyi üçün götürülməməlidir. A variantı olmayacaq. İlk pambıq təmizləmə zavodu 1882-ci ildə Naxçıvanda açılır. B 3-ə aiddir. Qalakənd su elektrik stansiyası deməli 20-ci əsrin əvvəli Yelizavetpol qəzasına aid olacaq. C 2-yə aiddir. 19-cu yüzilin 90-cı illərində məhdud səlahiyyətli şəhər özündarəsinin tətbiq edilməsi, bu islahatın tətbiq olunduğu Yelizavetpol və Şuşada tam olduğu üçün biz bunu Yelizavetpola aid eləməyəcəyik, məhdud səlahiyyətli şəhər özündarəsi. Amma məhdud səlahiyyətli şəhər özündarəsinin tətbiq olunduğu ərazilərin içərisində Lənkəran var 90-cı illərdə. Ona görə Lənkərana aid olacaqdır. D aiddir 1-ə. Ələkbər bəy Rəfibəylinin rəhbərlik Qeyrət Partiyasının yaradılması bu Yelizavetpola aiddir. Deməli Y aiddir 2-yə. Deməli 1-ə olacaq Naxçıvana aid olan variant 1, daha doğrusu Lənkərana aid olan variant D-dir, 1D. Yelizavetpola aid olan C, Y-dir. Naxçıvana aid olan B-dir. Doğru cavab olacaq D variantı. Kiçik Qaynarca sülh müqaviləsinin imzalanmasını zəruri edən səbəblər 1774-cü ildə Kiçik Qaynarca müqaviləsinin bağlanmasına təsir edən amillərdən biri Avropa dövlətlərinin Rusiyaya təzyiq etməsi, ikincisi isə Rusiyanın daxilində olan kəndli çıxışları idi. 1-3. Biz bu dövrdə Prut çayı sahilində döyüşdən danışa bilmərik 1711. Həmçinin 2-ci Yekaterina İsveçrə qarşı müharibəsindən də danışa bilmərik. Doğru cavab olacaq 1-3 C variantı. 14-cü yüzilin 2-ci rübündə Hülakülər dövlətinin siyasi vəziyyəti 14-cü yüzilin 2-ci rübü 1325-1350 aralığıdır. Əmir Çoban Xorasanda baş vermiş qiyamı qaldırması bu 1-ci yüzilliyin 1-ci rübünə aiddir. Qızıl Ordu qoşunların hücumuna məruz qalması, bəli, bu dövrdə də məsələn 1335-ci ildə də Qızıl Ordu hücumlarına məruz qalıblar, 2-ni götürəcəyik. Təbrizdə Çobanilər zülmünə qarşı üsyan 1344-dür. Və nəzər almalıyıq ki, həmin dövrdə Hülakülər dövləti mövcudluğunu davam etdirirdi və Hülakülər dövlətinin adından Çobanilər idarə edibdi. Deməli 3 də götürülməlidir. Elxanilər dövlətinin varlığına son qoyulması bu 1357 3-cü rübə aiddir. Ona görə 4 götürülməməlidir. Doğru cavab olacaq Y variantı. 4-cü sualda deməli Ləşkəri Fəzlə dedi ki, qardaşım, atamızın Dəbildə necə hərəkət etdiyini yaxşı bilirsən. Biz artıq 20 ildir ki, dünyanı gəzib dolanır, heç biri də bizi qəbul etmirlər. Bu mətndə bəhs olunur, deməli Şəddadi nümayəndələrindən. Dəbildə 951-ci ildə dövlət yaradılmışdı Məhəmməd ibn Şəddad tərəfindən və bundan 20 il sonra 971-ci ildir. 971-ci ildə isə Ləşkəri Şəddadilər dövlətin əsasını qoyub. Bu mətndə də həm də Salarilərdən bəhs olunur. Deməli, bu 10-cu əsrdən gedir söhbətlər. Yəni, bu mövzu 10-cu əsrdən, məzmunda 10-cu əsr hadisələrindən bəhs olunur və biz bilirik ki, Salarilər dövlətinin zəifləməsi nəticəsində Gəncədə Şəddadilər dövlətinin əsası Ləşkəri tərəfindən qoyulub. Burada da mətndə bəhs edilən tarix prosesləri nəticəsində Şəddadi hökmdarı Fəzl Məhəmmədin Gəncəyə Tındıxırda mülkləri ləğv etməsi bu mətndən bu nəticəni çıxartmaq olmaz. Bu mətndə Ləşkərin dövlət qurmasından bəhs olunur. Kür çayının sağ sahildə yeni dövlətin əsasının qoyulması, bəli, 971-ci ildə mərkəzi Gəncə olan ki, Gəncə də Kür çayının sağ sahilində yerləşir, dövlətin əsası qoyulub, söhbət Şəddadilər dövlətindən gedir. Doğru cavab B variantıdır. 2-ci Ləşkəri 11-ci əsrdə hakimiyyətdə olub. Mərzban ibn Məhəmməd bu dövrdə artıq yaşamırdı, 957-ci ilə qədər dövlət idarə edib. Musa ibn Fəzlin qiyamı da 1030-cu ildir, qardaşının qiyamı bu dövrdən bəhs olunmur. Müqayisə cədvəlində Azərbaycan SSR-də həyata keçirilmiş iqtisadi tədbirlərlə bağlı doğru fikirlər yeni iqtisadi siyasət dövründə ticarət azadlığı daxildə mövcud idi. Xarici ticarət azad deyildi, amma daxil ticarət azadlığı mövcud idi. Salyan Qarayagin Nuxa elektrik stansiyaları bu sənədləşdirmə dövrünə aiddir. 2 deməli GİS-ə aid deyil. Sənədləşdirmə illərində İlk böyük kerosin zavodunun inşa olunması bu sənədləşdirmə dövrünə aiddir.
4 isə YIS dövrünə aiddir. 4-ü də götürməməliyik. Yeni neft mədənləri həm YIS, həm də sənədləşdirmə dövründə istifadəyə verilibdir. 5-i götürəcəyik. Muzlu əməkdən istifadə olması bu YIS dövrünə aid ola bilər. Ortaq cəhət ola bilməz. Biz buradan ortaqları seçməliyik. Doğru cavab olacaq A variantı 1, 3, 5. Amasya və Qəs-Şirin müqavilələrinə əsasən Qərbi Gürcüstan Səfəvilər yox Osmanlılarda qalırdı. Şirvan Osmanlıların himayəsi altında yarımüstəqil xanlıq bu 1724 İstanbul müqaviləsinin şərtidir. Ruslara məxsus müdafiə qalaları dağıdılması ümumiyyətlə bu müqavilələrlə əlaqəli deyil. 1653 2-ci Şah Abbasın qərarıdır. Bağdad daxil olmaqla Ərəb İraqı bilirik ki, Amasya sülhünün şərtinə görə Bağdad daxil Ərəb İraqı Osmanlılarda qalırdı və Qəs-Şirin sülhünün şərtində deyil, Amasyanın şərtləri bərpa olur. Deməli D oxşar cəhətdir. Y sırf Qəs-Şirinə aid maddə idi. Səbəb nəticə əlaqələrin doğru verildiyi bəndi müəyyən edin. Münhendə faşistlərin qiyam qaldırması, Hindenburqun xalqı və dövləti müdafiə etmək adlı fərmanı imzalamağa məcbur qalması bu hadisələr arasında heç bir əlaqə yoxdur. Çünki bu pivəxana qiyamıdır, 1923-cü ildir. Bu digər tərəfdə isə Hitler kansler seçiləndən sonra prezidentin verdiyi qərarda 30-cu illərin əvvəllərində. Ona görə bu iki hadisə arasında heç bir əlaqə yoxdur. 6 günlük müharibədə İsrailin qələbəsi ilə başa çatması 1967. Camp David sazişinin bundan heç bir əlaqəsi yoxdur, 78-ci ildir. Türkiyənin BMT üzv olmaq istəməsi nəticəsində 2-ci Dünya müharibəsinə qoşulub. Koreya müharibəsində iştirak etməsində məqsəd BMT yox, NATO olub. NATO üzv olmaq üçün bu qərarı vermişdi. Ona görə 3 də yanlışdır. Böyük böhran başladı 1929-cu ildə və Herbert Hooverin yoxsulluğu aradan qaldırmaq planı ona görə uğursuz oldu. 4 doğrudur. Mülkədarlar öz hakimiyyət və mülklərini imtina etmirdilər. Söhbət 1918-ci ildən gedir, oktyabr çevrilişindən sonra. Ona görə də Sovet Rusiyasında vətəndaş müharibəsi oldu. 1918-20-ci illər vətəndaş müharibəsindən söhbət gedir. 4-dən 5 doğrudur, B variantı. Xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdən hansılara xüsusiyyət verilməmişdir? Səlcuq cənişli mərkəzi olub Gəncə və Beyləqan. Burada deməli 5 Gəncədir, 2 Beyləqandır. 12-ci yüzillikdə zəlzələ nəticəsində dağılan Gəncədir 1139 və Şamaxıdır 1192. Burada 3 Şamaxıdır və 5 də Gəncə idi onsuz da. Deməli burada 1 Marağa və 4 Təbrizə aid məlumat verilməyib. Əsrin müqaviləsi üzrə neft hasilatının başlanması, bu Bakı Novorosisk neft kəməri çəkilir 1997-ci ildə. Başlıbel faciəsi 1993, Kəlbəcərin işğalı zamanı, Müdafiə Nazirliyi Azərbaycan Respublikası 1991, Sədərək Dürüz Ümid Körpüsü 1992-ci ildir. Doğru cavab olacaq 3, 4, 2, 1 D variantı. Mudros barışığın AXC ilə bağlı maddəsinə görə Əlmərdan bəy Topçubaşovun Osmanlı dövlətinə etiraz etməsinin səbəbi Mudros barışığına görə ümumiyyətlə Cənubi Qafqazdan Osmanlı ordusu çıxmalı idi və Azərbaycan ərazisi Böyük Britaniya işğal zonasına daxil idi. Osmanlı hökumətinin Azərbaycanın İrəvan şəhərinə Ermənistana verilməsini tələb etməsi Mudros barışığı 1918-ci ilin oktyabrın 31-i imzalanıb. Və bu İrəvan məsələsi 1918-in mayın 29-unda olan bir hadisədir. Olub bitmişdi artıq. Dövr olaraq ümumiyyətlə uyğun deyil. Batumun Osmanlı qoşunu nəzarətində olması qətiyyən belə bir səbəb deyil. Ümumiyyətlə bu etiraz süni etiraz idi. Yəni Osmanlının hər hansı bir hərəkətinə görə edilən etiraz deyildi. Əvvəlcədən planlaşdırılmış. Məqsəd də bu idi ki, deməli AXC-nin müstəqil dövlət olduğunu Antantanın nəzərdən çatdırmaq idi məqsəd. Yəni Osmanlının hər hansı bir asıllığında və ya himayəsində olmadığını göstərməyə çalışırdılar. Azərbaycan ərazisi Böyük Britaniya işğal zonasına daxil idi. Bu Mudrosa görə həqiqətən də bu belə idi. Naxçıvanda Osmanlı nəzarəti altında ATR-in yaradılması, nəzərdə tutulması xeyr, bu ATR ümumiyyətlə Osmanlı himayəsində deyildi. Osmanlı çıxdıqdan sonra yaradılıb Naxçıvanlılar tərəfindən. Nuru Paşanın AXC hökumətinin tanımaması isə bu ümumiyyətlə daha öncələr iyunun böhranıdır, iyun ayında olmuşdu. Yəni bu hadisədən xeyli öncə olmuşdu. Doğru cavab olacaq C variantı. Vestfaliya sülhü 1648-dir. 1648-ci ildə bununla bağlı doğru sütundan doğrunu, yanlış sütuna yanlışı seçməliyik. Qərbi Avropada üstünlük Fransadan İspaniyaya yox, İspaniyadan Fransaya keçdi. Bir yanlışdır. Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdi ki, doğrudur. Avropada dini müharibələrin sonuncusu 30 illik müharibədir. 30 illik müharibədə Vestfaliya sülhü ilə bitib. 3 də doğrudur. Birlər olmaz.
2-3'lər dəqiqdir. Kilsənin gücünün məhdudlaşdırılması bu doğrudur, amma biz buradan yanlışı seçməliyik. Bu olmaz. Suveren dövlətlərin bərabərlik prinsipi bu da doğrudur. Yanlışın altında olduğunu götürmürük. Almaniyada katolik kilsəsinin bölünməsinin rəsmi olaraq qəbul olması bu yanlışdır. Çünki bu Vestfaliya yox, 1555 Augsburg sazişinə aiddir. Doğru cavab C variantı olacaq. Atropaten hökmdarı Artabazd və Alban hökmdarı Oroys. Roma imperatoru ilə müttəfiqlik münasibətləri nəzərə almalıyıq ki, bu dövrdə imperator vəzifəsi hələ yoxdur. Respublika idi, konsullar idarə edirdi. Oroys və Artabazdın dövründə. Selevki dövlətinin asılılığının son qoyulması heç birisinə aid deyil. Xristianlığı dövlətdən çevrilməsi heç birisinə aid deyil. Sasanilər vuruşmada qələbə qazanmışlar, heç birisinə aid deyil. Roma hücumlarına qarşı mübarizə aiddir. Eramızdan əvvəl 66 Oroys, Qanıq və Kür döyüşü, 66 Kür, 65 Qanıq, eramızdan əvvəl 36 Artabazd, Fraspa döyüşü. Rusiyanın ilk dəfə Azərbaycan uğrunda rəqabətə qoşulması ilə nəticələndi. Deməli, 1719-21-ci illərdə Hacı Davud üsyanı baş verir Şirvanda. Hacı Davud üsyanı zamanı Hacı Davud Osmanlı ilə anlaşma imzalamışdı və bu anlaşmadan sonra Rusiya narahat olaraq bölgəyə qoşun yeritmişdi və bölgəyə qoşun yeridərkən də Osmanlı ilə üz-üzə gəlmişdi və ilk dəfə olaraq rəqabətə qoşulmuşdu. Osmanlı və Rus qoşunları arasında Gümrü döyüşünün baş verməsi, bu Gümrü döyüşü 1807-dir və bu vaxta qədər çoxdan artıq rəqabət başlamışdı. Səbəbi Şakir'in Şah Abbasın Şimali Qafqazda ruslara məxsus qalaları dağıtması, bu 1653-cü ildir, amma burada hər hansı bir rəqabətdən söhbət getməz. Çünki bu deməli qalalar gələcəkdəki işğal planına xidmət etməlidir və burada hər hansı bir rəqabət dedikdə artıq ikinci bir dövlət olması lazımdır ki, Rusiya ilə Azərbaycanla rəqabət aparsın. Burada ikinci bir dövlət yoxdur. Borçalı Pənbəş Qazax Şəmşədli Sultanlığı 1801-də ilhaq edib, artıq rəqabət çoxdan başlamışdı. Cavab D variantıdır. Hacı Davudun hərəkətlərini bəhanə edərək Rusiya və Osmanlı Azərbaycan müdaxiləsi söhbət Pyotrun dönəmindən gedir. Şah Sultan Hüseynin Rusiya dostluq və ticarət müqaviləsi bağlama təklifinin göndərilməsinin bu hadisənin heç bir əlaqəsi yoxdur. 14-cü sualda 2-ci James Stuartın katolik mütləqiyyət rejiminin formalaşmasına mane olan cəhətlər. O dövrdə əslində deməli Stuartlar o öhdəliklərlə hakimiyyətə restavrasiya olmuşdular ki, onlar katolikliyi bərpa etməyəcəklər, inqilab iştirakçılarına qarşı hər hansı bir sərt cəza tədbirləri görməyəcəklər, amma onlar öz öhdəliklərini pozurdular. 2-ci James 1685-ci ildən 1688-ə qədər deməli hakimiyyətdə olub və onun hakimiyyət dövründə bu katolik mütləqiyyət rejimini ona görə bərqərar eləyə bilmir ki, İspaniya və Fransada katolikliyin hakim idi. Uzun müddətli parlamentdən biz bu dövrdə danışa bilmərik. Anglikan kilsəsinin yüksək vəzifələrə təyin edə bilməməsi katolikliyi bu da səbəb deyil. İnqilab dövründə ələ keçirilən kilsə torpaqlarını itirməkdən qorxurdular torpaq sahibləri. Ona görə buna qarşı çıxırdılar. Eyni zamanda əhali əvvəlki dini təqiblərin bərpasından da narahat olduğu üçün bu deməli 2-ci Jamesin bu siyasətinə qarşı çıxırdılar. 1, 4, 5 olacaq doğru cavab Y variantı. Xəritədə nömrələnmiş dövlətlərdən hansına xüsusiyyət verilməmişdir? Avropa İqtisadi Birliyinə üzv olması 1 İngiltərə olub, 5 Fransa olub, 3 AFR olub, 4 Türkiyə olmayıb. Marshall İqtisadi Planına ABŞ-dən yardım alması, bu Marshall Planına əsasən Türkiyə yardım alıb. Ona görə 4-ü də çıxırıq buradan. Və doğru cavab olacaq burada 2. Çünki 2 ADR-dir, Almaniya Demokratik Respublikası. ADR də SSR-in nəzarətində olduğu üçün Avropa İqtisadi Birliyinə qoşulmamışdı və Marshall Planına görə yardım almırdı. Burada ADR-ə aid fikir yoxdur. Hülakü xanın Ağqoyunlu Rüstəm Padşahla oxşar, Qaraqoyunlu Cahanşahdan fərqli cəhətini müəyyən edin. Klassik feodalizm dövründə hökmranlıq etməsi. Klassik feodalizm 11-15-ci əsrdir və bunlar hamısı bu dövrdə hakimiyyətdə olub. Bu hamısı üçün oxşardır. Yerli oturaq feodalların himayə olunması əksinə Hülakü xan yerli feodalları sıxışdırırdı. Monqolayanlarına üstünlük verirdi. Oğuz Türkmen boylarına mənsub olmaları Hülakü xan üçün səciyyəvi deyil.
Sənətkarın tamğa vergisinin toplanması tamğa həm Hülakülər dönəmində, həm Ağqoyunlu, həm Qaraqoyunlu dönəmində olub, Səfəvilər tərəfindən ləğv olunub. Həm Hülakü xan, həm də Rüstəm padşah köçəri hərbi köçürmə əyanlara arxalanırdı. Amma Cahanşah isə oturaq əhaliyə arxalanaraq siyasət yürüdürdü. Biz hərbi köçmə əyanlarının arxalanmasını Hülakü xanda Qazan xana qədər onsuz da Hülakülər o siyasəti yürüdüblər, yerlər sıxışdırıblar. Rüstəm padşah da həmin o hərbi köçmə əyanlarına çoxlu sorğal paylayaraq öz dayaqlarını gücləndirməyə çalışırdı. Eramızdan əvvəl 7-ci yüzilin ortalarında Assuriyanın çətin siyasi vəziyyətdən xilas olunmasına təsir edən amillər 7-ci yüzilin ortalarında Ahşerinin dönəmində çətin vəziyyətdə idi. Çünki Ahşer və İşbaka ittifaq quraraq İskitlər Assuriyaya ciddi şəkildə təhdid olmağa başlamışdılar. Amma 7-ci yüzilin ortalarında deməli İskit hökmdarı İşbakay ölür və onun ölümündən sonra hakimiyyətə gələn İskit hökmdarları Assuriya müttəfiq münasibətləri qurur. Bu isə Assuriyanın müəyyən qədər çətin vəziyyətdən xilas olmasına təsir etmişdi. 2 və 4-dür doğru cavab. Deməli C variantı. İkinci Dünya müharibəsi dövründə Azərbaycan diviziyaları 223 və 271-ci diviziya tərkibinin bir hissəsinin itirdiyinə görə 416-cı diviziya birləşdirilmişdi. Bu 402-ci diviziyadır. 1A ola bilməz. Fəaliyyəti Qafqaz uğrunda döyüşlərdən başlayıb, doğrudur. Belqrad diviziyası adını almışdı, doğrudur. 1BC olacaq. Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. 271-ci diviziya düzdür. 1941 yox, 1942-də təşkil olunub 271-ci diviziya. Bu aid deyil. Simferopol 77-ci diviziyanın fəxri adıdır. Bu da olmaz. 271-ci diviziyanın fəxri adı Karlovka diviziyası idi. Doğru cavab olacaq 1BC, 2A. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Səlim xan Rus qoşunlarının Şəkidən qovulması 1806-da İbrahim Xəlil xan öldürüldüyü üçün o buna etiraz eləmişdi. Rus qoşunları Şəkini ələ keçirilir, yəni yenidən işğal edir və bunun məntiqi nəticəsində olur. Qarabağ döyüşü 1809 İrəvan uğrunda olub. Bu hadisələrlə heç bir əlaqəsi yoxdur. Şəki xanlığı ləğvi 1819-dur və bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Kürəçay müqaviləsini pozur, bəli. Səlim xan Rus qoşunlarını Şəkidən qovaraq müqavilənin şərtini pozur. Çünki Kürəçaya görə orada Rus qoşunları yerləşdirilmişdi. Birinci Rus Qacar müharibəsinin taleyin həll olunması 1812-ci il 12-13-cü illərdə Lənkəran döyüşüdür. Deyə də olmaz. Və Şəki xanlığı işğal olunandan sonra 1806-cı il orada müvəqqəti idarə yaradılır. 2C, 4Y olacaq. A variant. Osmanlı işləri çox qarışıqdır. Bu dövlət öz-özünə parçalanır. Süqutu çox böyük fəlakətli olacaq. İngiltərə və Rusiya bu məsələdə razılaşmalıdır. Qollarımızın arasında çox ağır bir xəstə var. Onun yaşamasını hamımız istəyirik. Ancaq o qəfildən qollarımızda ölməsi Avropa miqyasında müharibəyə səbəb ola bilər. Bu qarşılıqlı İngiltərə İstanbulda möhkəmləmək istəsə buna göz yummayacaq. Mən də İstanbulu işğal etmək istəyirəm. Çar 1-ci Nikolay İngiltərə bu təklif etməklə Viyana konqresində üzərinə götürdüyü hansı öhdəliyi pozurdu? Deməli, Viyana konqresində birinci bu sualın şərtində bir qədər problem var. Çünki bu öhdəliyi götürən 1-ci Nikolay deyil. Bu öhdəliyi götürən 1-ci Aleksandrdır. Çünki Viyana konqresi 1814-15-ci illərdə keçirilib və orada bu cümlənin sualın şərtində bir qədər natamamlıq var. Burada qeyd olunur ki, üzərinə götürdüyü hansı öhdəliyi pozur 1-ci Nikolay? Bu Aleksandr o öhdəliyi götürmüşdü. Nikolay onun davamçısıdır. Deməli, ərazilərin etnik prinsip əsasında bölüşdürülməsi, əksinə Viyana konqresində elə bir demək ki, öhdəlik yox idi. Əksinə, ərazilər etnik prinsiplər əsasında bölüşdürülməməli idi. Prinsip oydu, yəni orada elə bir öhdəlik yoxdur. İngiltərə qarşı qitə blokadasından bu dövrdə söhbət gedə bilməz. Bu qitə blokadası siyasəti Napoleon Bonapartın dövründə tətbiq olunub İngiltərəyə qarşı, yəni bu prosesdən daha əvvəl idi. Osmanlı dövlətinin ərazi bütövlüyünün Avropa dövlətlərinin ortaq təminatı altına alınması, bu da yanlışdır. Əksinə Osmanlı dövlətinin parçalanması planları cızılmışdı konqresdə. Qitədə heç bir dövlətin tək başına hakim olmaması, bəli. Burada deməli Viyana konqresində olan öhdəliklərdən biri qitədə heç bir dövlətin tək başına hakim olmaması prinsipi irəli sürülmüşdü və bu mətndə də həmin o prinsipin pozulduğunu görürük. Qara dənizdə hərbi donanma saxlanılmaması belə bir prinsip yox idi Viyana konqresində. Doğru cavab olacaq D variantı.
21-ci sualda Qaraqoyunlu dövlətin sıxımda verilən dövlətlərlə ümumi cəhətləri. Şirvanşahlar dövləti Cəlalilər aslında qəbul edilməsi Şirvanşahlara aiddir, amma Qaraqoyunlu və Cəlalilər dövləti eyni anda mövcud olmadığı üçün bu A oxşar cəhət ola bilməz. Teymurlar üzərində qələbə oxşar cəhətdir. Qaraqoyunlular 1400 məsələn 58-59 Herat yürüşləri, eyni zamanda 1400 o dövlət dediyi üçün 1408 Sərdurudu götürə bilmərik, amma 1458-59-u götürə bilərik. Şirvanşahlar da 1405 Kür döyüşü məsələn götürmək olar. B ortaqdır. Qızılbaşlara qarşı mübarizə ilk baxışdan oxşar cəhətə oxşasa da, amma oxşar cəhət deyil. Çünki 1460-cı ildə Samur döyüşündə düzdür. Şirvanşah Qaraqoyunlu müttəfiqlik münasibətləri var Qızılbaşlara, yəni Səhvlərə qarşı. Amma C oxşar cəhət deyil, çünki onların Qızılbaş adlanması Şeyx Heydərin dövründən etibarəndir və bu Şeyx Süneydin dönəmində olub. Ona görə C oxşar cəhət deyil. Ötən ildə də istifadə olunmuşdu belə bir test tapşırığı və Qızılbaşlara qarşı mübarizə Şeyx Süneyd və Şeyx Heydərin oxşar cəhəti deyildi. Deməli, burada da oxşar cəhətini götürə bilmərik biz bunu. Ağqoyunlu dövləti və Qaraqoyunlu dövlətin hər ikisində xidmətə görə soyurqal paylanılıb, doğrudur. Təbriz mərkəzləşdirilmiş dövlətin paytaxtına çevrilir. Təbriz paytaxt olsa da heç bir dövlət mərkəzləşmiş deyil. Nə Ağqoyunlu, nə Qaraqoyunlu vahid mərkəzləşmiş dövlət deyil. Ona görə B-ni çıxırıq. Avropa ilə diplomatik əlaqələr quran ilk dövlət Ağqoyunlu olduğu üçün Qaraqoyunlulara aid deyil. 2-də A olacaq. 3-cü sütunda hökmdarın yanında qanunverici orqan, Ali divan, qanunverici yox, məşvərətçi orqan olmalı idi. A səhvdir. Osmanlı dövlətlə dostluq hər üçündə var. Qaraqoyunlular Cahanşah, Səfəvilərdə Şah İsmail, Şah Abbas dostluq münasibətləri saxlayıblar. B ortaqdır. Dərbəndilər sülasının asala salınması C də ortaqdır. Çünki Səfəvilər dövlətində Şah İsmail Dərbəndilər asala salıb, Qaraqoyunlularda da 1412 Kür döyüşü Qara Yusif 1-ci İbrahim asala salmışdı. Doğru cavab olacaq burada. Deməli 1-də B, 2-də A, 3-də isə B, C. Doğru cavab belə olmalıdır və belə bir cavab da yoxdur. Ona görə də bu test tapşırığı, yəni belə deyək də, doğru cavab burada qüsurlu sualdır. Yəni doğru cavab burada bu formada olmalıdır. Yəni variantlarda belə bir cavab yoxdur. Neolit dövründə əhalinin oturaq həyata keçməsinə səbəb oldu. İlkin şəhər mərkəzləri Orta Tunc dövrüdür. Qan qohumluq əsasında birləşməsi qəbilə icmasıdır və üst paleolitdən etibarən başlamışdır və bu oturaq həyata keçidlə əlaqəli deyil. Qədim şərq ölkə ticarət əlaqələrinin genişlənməsi də həmçinin oturaq həyata keçidinin səbəbi ola bilməz və daha çox Tunc dövründə bu əlaqələr sıxlaşmışdı. Əkinçilik təsərrüfatın inkişaf etməsi bəli, çünki əkinçilik oturaq məşğuliyyətdir və oturaq həyata keçirməsinə təsir etmişdi və bir sıra sənət sahələrinin də yaranmasına səbəb olmuşdu. Ondan sonra dairəvi yaşayış evləri Eneolit dövründə inşa olunurdu. Doğru cavab olacaq D variantı. Eramızdan əvvəl 6-cı yüzilliyin sonlarında Afinada həyata keçirilmiş islahatlara aiddir. 6-cı yüzilliyin sonlarında üsyan baş vermişdi Afinada, tiraniya qarşı üsyan. Bu üsyan nəticəsində xalq yığıncağına qanunları müzakirə və qəbul etmə səlahiyyəti verilmişdi və xalq yığıncağı ali hakimiyyət orqanı olmuşdu. Burada 1 və 3 Solun islahatına aiddir. Eramızdan əvvəl 594. O isə 6-cı əsrin sonu yox, əvvəlləridir. Ona görə 1-3 olmaz. Doğru cavab olacaq E variantı 2-4. Tarixi şəxsiyyətlər üçün ortaq cəhət 3-cü Mənçör, 1-ci Axistan, Atabəy, Özbək. Bu sualda da müəyyən qədər problemlər var. Çünki burada da Gürcü basqınlarına qarşı mübarizə əslində düzdür, mövcud dərsliklərdə verilməyibdir, amma hər üçünün dönəmində Gürcü hücumları olubdur. Mövcud dərsliklərə görə burada doğru cavab olacaqdır. Deməli, yox, 1-ci Axistan deyir. 1-ci Axistan dönəmində Gürcülərlə münasibətlər normallaşmışdı artıq. Bəli. Deməli, burada Gürcü basqınlarına qarşı mübarizə 3-cü Mənçöhür, Atabəy, Özbəyin dönəmində ola bilər. Axistanın Gürcülərlə münasibəti müttəfiqlik münasibətləridir. Xaricmişlərlə dostluq münasibətləri Axistanın dönəmindən etibarən diplomatik münasibətlər qurulmuşdu. Sadəcə Axistana aid ola bilər. 12-ci yüzilliyin sonlarında hökmranlıq etmələri bu xeyr, yalnız 1-ci Axistana aid ola bilər. Xarici hücumlara qarşı Gürcü çar ilə müttəfiq olmaları bu düzdür. 3-cü Mənçöhür, məsələn, Gürcü çarlığı ilə ittifaq quraraq İraq Səlcuq Sultanlığına qarşı mübarizə aparıb 1123-cü ildə. 1-ci Axistan 1175-də Slavyanlar hücum edən zaman Gürcü çar ona kömək eləmişdi. Atabəy Özbək də 1220-22-ci il
Monqol yürüşləri zamanı Gürcü çarlığı ilə hərbi ittifaq qurmuşdu. Ona görə D variantı oxşar cəhət olacaq bunların hər üçü üçün. Səlcuq qoşunları üzərində qələbə bu 3-cü mənsuura aid olacaq. 1870-ci il kəndli islahatı xırda kəndi torpaq sahibliğini yaratmaq əvəzinə kəndlilərin torpaqdan istifadəsini qanuniləşdirdi. Burada 1870-ci il islahatından söhbət gedir və bu islahatı kollektivləşmə xətti arasında ümumi cəhət SSR-də olan, Azərbaycan SSR-də olan kollektivləşmə siyasətlə. Bilirik ki, 70-ci il islahatı Azərbaycan kəndində əsas dəyişikliklər yaratmadı. Çünki sahibkar kəndlərinə aid idi. Sahibkar kəndlərdə ümumi kəndlərin çox az hissəsini təşkil edirdi. Ona görə də A yanlışdır, oxşar cəhət ola bilməz. Hakimiyyət xırda kəndi torpaq sahibliğinin yaradılmasına qarşı çıxması, bəli. Yəni 70-ci il islahatında bu hüququ versə də kəndlilərin faktiki olaraq böyük hissəsi torpaqsız qaldı. Dövlət yardım göstərmirdi, satın alma qiymətləri dəqiq göstərilmirdi. Demək ki, burada hakimiyyətin məqsədi nədir? Kəndlilər torpaq mülkiyyətinə çevrilməsin. Eyni zamanda kollektivləşmə dövründə də fərd təsərrüfatları ləğv edilib kollektiv təsərrüfatlara birləşdirilirdi. Dövlətin iri torpaq sahibləri mənafeyini müdafiə etməsi, xeyr, biz bundan danışa bilmərik. Kollektivləşmə siyasəti üçün heç bir xarakterik deyil. Kəndlilərin torpaqlar satın alma hüququna sahib olmaları, xeyr, biz kollektivləşmə dövründə dediyimiz kimi də, yəni orada kollektiv təsərrüfatlar yaradılırdı, fərd təsərrüfatlar ləğv olunurdu. Yalnız sahibkar kəndliləri, təbii ki, burada da deməli sahibkar kəndlisindən biz danışa bilmərik kollektivləşmə dövründə. Doğru cavab olacaq B variantı. Yanlış məlumatları müəyyən edin. Deməli 2020-ci ilin dekabrın 1-də ermənilər tərəfindən boşaldılaraq Azərbaycana təhvil verilib. Bu ərazi Laçındır. Yəni bu məlumatın aid olduğu Laçında, amma burada bizə Kəlbəcər göstərilib. Ona görə də biz bunu səhv variant kimi götürməliyik. Türkiyə-Rusiya birgə monitorinq mərkəzi Ağdamda yerləşir və burada Ağdam göstərilib ki, düzdür. Azad olunması ilə ordumuz Şuşa üzərində sürətli hücumdan əlverişli şərait yarandı. Bu Hadrut bölgəsidir. 3 doğrudur. Və qisas əməliyyatı, antiterror əməliyyatı həyata keçirilib. Burada göstərilən ərazi Füzulidir. Füzuli bölgəsinin qisas əməliyyatına əlaqəsi yoxdur. Doğru cavab olacaq 1-4. 12-ci yüzillikdə Papa ilə mübarizədə nəticəsində müqəddəs Roma imperiyası İtaliyanın şimal şəhərləri uğrunda mübarizə başlayır, amma ələ keçirilmir. Müstəqil knyazlıqlara parçalanır, düzdür. Almaniya və İtaliya üzrə nüfuz itirir, 3 düzdür. 3-cü xas yürüşü bu dövrdə olub, düzdür, 1189-cu, 92-ci illərdə, amma bu hadisənin heç bir əlaqəsi yoxdur. Doğru cavab olacaq Y variantı 2-3. Və eyni zamanda müqəddəs Roma imperiyası 3-cü xas yürüşünə də qoşulmuşdu. 28-də Cənubi Azərbaycan Xalq Hərəkatı, Xiyabani, 21 Azər Hərəkatı, Pişəvər Hərəkatı, 29 Bəhmən üsyanı. İlk anti-imperialist çıxış Təmbəkü üsyanıdır. 1891-92-ci illərdə Xiyabaniyə aid deyil. Milli hökumət yaradılıb Xiyabanidə, bəli. Gilan Respublikası əlaqələr yaradılıb, bəli. Amma yardım təklifi rədd olunmuşdu. 1BC olacaq. Cənubi Azərbaycanda muxtarlıq uğrunda mübarizə aparılması düzdür. 21 Azər hərəkatına aiddir. Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq çıxışı bu 29 Bəhmən üsyanına aid olmalı idi. Rıza Şah Pəhləvinin taxtdan imtina etməsi bu da buna aid deyil. Çünki bu İngiltərə SSR qoşun yeritdikdən sonra 41-ci ildə olmuşdu. Deməli 1BC 2A olacaq. 3-cü sütunda isə İran İslam Respublikasının elan olması bu 29 Bəhmən üsyanından sonra 79-cu ildə olmuşdu. Bəhmən üsyanının nəticəsi deyil. Din başçılarının əhaliyə müraciəti ilə başlamışdı. Bu düzdür. Üsyan qatarlı yatırılmışdı. Bəli, bu da düzdür. 1BC, 2A, 3-də BC olacaq. A variantı. 7-ci yüzilliyin ortaları və 10-cu yüzilliyin ikinci 10 illiyində Azərbaycan tarixi üçün oxşar cəhət 10-cu yüzilliyin ikinci 10 illiyi deməli 910-920 aralığıdır. 7-ci yüzilin ortalarında 640-660 aralığı təxmini. Ərəb xəlifəsi Azərbaycan torpaqlarına qoşun yeritməsi bu oxşar cəhətdir. Çünki 7-ci əsrin ortaları ərəblər Azərbaycana hücumlar edirdilər. Eyni zamanda 10-cu yüzilin ikinci 10 illiyi də 917-ci ildə Sacilər üzərinə qoşun göndərilmişdi xilafət tərəfinə, Yusuf ibn Əbsazın üzərinə.
bir oxşardır. Divan və xaricə torpaqların mövcud olması 9-11-ci əsrlər üçün xarakterli 7-ci yüzilliyə aid deyil. 2. Azərbaycan şimalında feodal dövlətlərin fəaliyyət göstərməsi 7-ci yüzilin ortaları Albaniya, 10-cu yüzilin ikinci 10 illiyində də Şirvanşahlar, Sacilər misal çəkmək olar. Əməvilər bu dövrdə hakimiyyətdə deyil, yəni 10-cu yüzillikdə hakimiyyətdə deyil. Dəbir şəhəri Ərəb Əmirliyi mərkəzinə çevrilib. Bu da 7-ci yüzilliyə aiddir, 10-cu yüzilliyə aid deyil. Doğru cavab olacaq D variantı yalnız 1 və 3. İngiltərədə Böyük Azadlılar Xartiyası 1215-ci ildə qəbul edilib və 1215-ci ildə də Kalka döyüşü ola bilməz 1223-dür. Şimali Çin işğalının başa çatdırılması 1215-dir. Xarəzmşah dövlətinə yürüş 1219-dur. Qaraqorum şəhərində qurultay 1235-dir. Yuan sülaləsi 1264-dür. Doğru cavab olacaq B variantı. 17-ci yüzillikdə Səfəvi dövlətinin inzibati idarə etmə sisteminə aid deyil. Təbriz hakimləri Səfəvi ordusunun baş komandan vəzifəsini icra edirdi. Bu aiddir. Mahalları naiblər yox, qolbəylər idarə edirdi. Naiblər 16-cı əsr idarə etmə sisteminə aid ola bilər. Bəylər bəyliklərdə maliyyə işlərini yerinə yetirən vəzirlərin yalnız mərkəz divanı hesabat verməsi fikri doğrudur. Kələntər şəhərdə asayişi qorumaları yanlışdır. Asayişi qoruyan darğalardır. İdarəçilikdə irsli prinsipinə əsaslanır. Bəli, idarəçilik axıra qədər irsli prinsipinə əsaslanır. Doğru cavab olacaq C variantı yalnız 2 və 4. Xəritədə rəqəmlərlə göstərilmiş xanlıqların Qarabağ xanlığından fərqli cəhətləri. 1. İrəvan xanlığıdır, 2. Quba xanlığıdır, 3 də Urmiya xanlığıdır. Qarabağdan fərqli cəhətlərini seçməliyik. Deməli, 1 İrəvandır, İrəvan xanlığı, Urmiya xanlığının asılılığı qəbul edilməsi. Düzdür, Urmiya İrəvanı tabe edib, amma Qarabağı da tabe edib. A. Oxşardır, Qarabağdan fərqli deyil. Qacar tayfasında ona üstələ hökmranlıq etməsi Həsənli xan Qacarı 1755 İrəvanda hakimiyyətə gəlib, amma Qarabağı Cavanşirlər idarə edib. B. Fərqlidir. Şəki xanına qarşı gürcülərlə müttəfiq olması C də oxşardır. Söhbət Qızılqaya xəyanətindən gedir. İrəvan da, Qarabağda hər ikisi orada iştirak edib. 2 haraydı, 2 deməli Quba idi. Şəki xanlığına qarşı mübarizə həm Qubada, həm də Qarabağda Şəki xanlığına mübarizə var. 1785 Quba Şəkini asala salıb, 1748 Qarabağ Şəki ilə Bayat savaşına giribdir. Ərdəbilin tabe edilməsi, bu da oxşar cəhətdir. Pənahili xan və Qubalı Fətəli xan ikisi Ərdəbili tabe edib. Şamaxı xanlığının bölüşdürülməsində Quba və Şəki iştirak edib, Qarabağ iştirak eləməyib. Ona görə C fərqli cəhətdir. 3-cü sütunda Qaraçəmən döyüşündə Urmiya iştirak edir, bəli. Birləşdirmə siyasəti oxşar cəhətdə Qarabağla, Təbrizdən asala salması oxşar cəhətdə Qarabağla. 1 B, 2-ci sütunda C, 3-cü sütunda A olacaq B variantı. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Aşina soyuna mənsub olması Göytürk xaqanlığına aiddir. Sasanilər üzərində qələbə Axun Ağsu var. Xan Hindistanın şimal-qərbini tutması Qəznəli, Sultan Mahmud Qəznəlinin dönəmində. Samanilər bölüşdürən Qaraxanlı və Qəznəlilərdir. Burada Uyğur xaqanlığına aid fikir yoxdur. Eldənizlər dövlətində Şəmsəddin Eldənizin hakimiyyətlərinə fərqli olaraq Məhəmməd Can Pəhləvan Gürcülərə qarşı mübarizə oxşardır. 50 minlik üsvar ordunun qurulması oxşardır. Azərbaycan dərsi Qızlarsana tapşırılmışdı. Bu Qızlarsana aiddir. Fərqli cəhətdir. Şirvanşah 1-ci Axısdan asala salınması oxşardır. Çünki Şirvanşahlar 2 dəfə asala salınıb. Eldəniz tərəfindən və Qızlarsana tərəfindən ikisində də hakimiyyətdə Axıstan olub. İraq Səlcuq Sultanını məğlub etmişdi. 1190 Həmədan döyüşü, bəli, 5-i götürəcəyik. Mərkəzi hakimiyyətə qarşı tabe olmayanlara qarşı mübarizə bu oxşar cəhətdir. Doğru cavab olacaq yalnız 3 və 5. Pun müharibələri zamanı Roma dövlətinin məqsədləri. Pun müharibələri eramızdan əvvəl 264-cü ildən 146-cı ilə qədər olub eramızdan əvvəl. Aralıq dənizinin qərb sahillərində mübarizə məqsəddir. Karfageni Roma imperiyasının əyalətinə çevirmək. Biz bu dövrdə Roma imperiyasından danışmamalıyıq. Respublika dönəmidir. Bütün İtaliya torpaqlarını vahid dövrdə birləşdirmək. Pun müharibələrindən öncə bunu etmişdilər. Ondan sonra Pun müharibəsi başlamışdı. Bütün İtaliyanı tutmuşlar. Yəni Siciliya adası bəli, təbii ki, bu müharibənin əsas səbəblərindən biridir və həmçinin məqsədlərdən biri də oranı tutmaqdır. Doğru cavab 1-4 olacaq. 20-ci əsrin əvvəllərində Azərbaycan mədəniyyətində baş vermiş yeniliklərə adi uyğunluğu müəyyən edin. Mətbuatda Kəkül qəzeti nəşrə başlaması 1883, 19-cu əsrin ikinci yarısıdır, 20-nin əvvəli deyil. Ona görə A olmaz. Yaxın Şərqdə satirik mətbuatın əsasının qoyulması, bəli, 1906-cı ildə və Füyuzat jurnalı da həmçinin 20-ci əsrin əvvəli çap olunan jurnaldır. 1BC olacaqdır. İsmailiyyə binası memarlıq sütunundan seçəcək 20-ci əsrin əvvəli. Xalq evlərinin təşkil edilməsi 20-ci əsrin əvvəlinə aid olsa da,
Bu memarlıqla bağlı deyil, təhsillə bağlı idi. AXC dönəmində fəhlələr üçün təşkil olunurdu. Təzəpir məsciddə bəli 20-ci əsrin əvvəli memarlığıdır. İncəsənətdə Nəriman Nadir Şah faciəsinin tamaşaya qoyulması bu 20-ci əsrin əvvəli AXC-yə aiddir. AXC dönəmindədir və 20-nin əvvəlidir. O da Neftə Milyonlar Səltənətində adlı bədii film çəkilməsi də həmçinin 1916-20-nin əvvəlidir. Milli Opera İnstasının qoyulması 1908-20-ci əsrin əvvəlidir. Doğru cavab burada 1 BC, 2 AC, 3 isə ABC. Bu sual da qüsurlu sualdır, çünki belə bir variant yoxdur. 37-ci sualda Gəncə, Şəki, Şamaxı xanlığına aid üçlü Venn diaqramıdır. Qazax, Şəmkətir, Borçalı mahallarının azad edilməsi bu Şəki xanlığına aiddir, Hacı Çələbinin dönəminə. Ruslara qarşı Qurqovu döyüşündə iştirak etməsi Gəncə xanlığına aiddir, 1803-cü dekabrında. Qarabağ xanlığı ilə mübarizə Ər üçünə aiddir. Şəki, Şamaxı, Bayat savaşında Gəncə də həmçinin Qarabağ xanlığından asılı salınıb və eyni zamanda İbrahim Xəlil xan da Qarabağa hücum eləmişdi 1780-ci ildə. Ona görə C ortaqdır. İki hakimiyyətliyin mövcud olması bu Gəncə və Şamaxıya aiddir. 4-ə aid olacaq. Sərkarların idarə etdiyi xanlıq Şamaxıdır. Deməli 1B variantı 2A, 3Y, 4D, 5C B variantı olacaq. Daha sonra baş vermişdir. Sankt-Peterburq şəhərinin Rusiyanın paytaxtına çevrilməsi 1712. Stuartların birinci dövrün başa çatması 1649. ABŞ-nin ilk prezidenti seçilməsi George Washington 1789. Poltava döyüşü 1709-cu ildir. Osmanlıda geriləmə dövrü 1699-cu ildir. Burada hamısından daha sonra C variantıdır. Georgies müqaviləsi, Tehran müqaviləsi, Ədirnə sülhü. İngiltərə Qacarlar dövlətinə Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasına kömək edəcəyini vəd edirdi. Bu Tehran müqaviləsidir 1814. Axalsıq Paşalığın bir hissəsi Rusiyaya ilhaq edilir. Bu Ədirnənin şərtidir. Qacarlar təhlükəsinə qarşı birgə mübarizə aparılmalı idi. Bu da Georgies 1802-ci il Quba Lənkəran imzalamışdı. 1C, 2A, 3B, Y variantı olacaq. Və sonuncu 40-cı sualda isə xəritədə xüsusi işarələnmiş dövlətin Böyük Britaniyadan söhbət gedir. Birinci Dünya müharibəsində Almaniya və Osmanlı dövlətinə qarşı həyata keçirilən hərbi əməliyyatları müəyyən edin. İlk dəfə tanklardan istifadə edilməsi İngiltərəyə aiddir. Tannenburg döyüşündə Almanların hücumunu dayandırması bu Rusiyaya aiddir. Və orada məğlub olmuşdur Rusiya. Marna çayı sahilində döyüşdə Fransanın həlləcə məğlubiyyətdən xilas etməsi bu da İngiltərəyə aiddir. 1AC olacaq. Sarıqamış əməliyyatının uğurla başa çatdırılması, Sarıqamış əməliyyatının düzdür, uğurlu olub, Osmanlı uduzub orada, amma Böyük Britaniya yox, Rusiyaya aiddir A variantı. Kütül Amarada Osmanlılar İngilisləri məğlub eləmişdi. Bəli, B variantı düzdür. Çanaqqala boğazının ələ keçirmə cəhdi uğursuz olduğu üçün ələ keçirməsi fikri yanlışdır. 1 AC, 2 isə B doğru cavab olacaq A variantı.